Sabahınız xeyir xanımlar. Yenə də bayramınız mübarək. Bugün bizə İrza Arzuman küftəsi sifariş veriblər. Biz indi Arzuman küftəsini hazırlayırıq. Əti çəkmişik, qəşəng yoğurup qoymuşuq xaladenliyə. Bu yumurtadır, bu alçadır, bu şabalıtdır. Bu da ki palçıq turşusudur. Bunun içini zaten qəşəng beləcə palçıq turşuyuram. Xanımlar, bunun içinə qəşəng turşu çəkirəm. İstot, pul biber, sarı kök, qəşəng. Bunun içi qəşəng duzlansın, dadlı olsun. Əti də qoymuşuq xaladenliyə. Qəşəng. İndi mən eləyəndə onu da çəkib sizə göstərəcəyik. İçinə yumurta qoyuram, 3 dənə yumurta. Xanımlar, bu alçadan 2 dənə qoyuram baş tərəfinə. Baş tərəfinə. Sonra yumurta koydum. Aha. Sonra 2 dənə, 3 dənə şabalık tökürəm. Yine yumurta koyuram. Baxın. 2 dənə polunu bəsdir. Yine bir dənə alça koyuram. Bir dənə də şabalık. Onu da ki ətin üstünə tökəcəm. Bunu belə bağlayıram. Bax bunu. Bu Arzuman küftəsidir. 3 kilo biz ət götürmüşük. Yarım kilo qoyun əti, quzu əti. Bir də 3 kilo da ət götürmüşük. Mal əti. Quyruq vurmuşuq. 300 qram quyruq. Yenə də bizə bugün Arzuman küftəsi zakaz eləyiblər. Burada 3 kilo ətdir. Yarım kilo quzu əti ilə quyruqdur. Bu şabalıtdır, yumurtadır. Bunu bir burum qaynatdıq. İçinə şabalıt, alça, yumurta vurmuşuq. Bundan da qəşəng palçıq turşusundan da onu turşulamışıq. İndi bu çolpanı qoyuruq bunun içinə qəşəng. Böyrünə də ki neçə kilo ətdir? Nə qədər? 3 kilo dedim də, 3 kilo ətdir. Yarım kilo da quyruqla quzu ətidir. Soğan nə qədər? Soğan da ki 4 dənə baş soğan vurmuşuq. Bir çimdikdə duz, istot, sarı kök, nanə, reyhan, bir də yumru düyü. 2 xörək qaşığı da yumru düyü vurmuşuq. Quyruq da hökmən olmalıdır. Mütləq olmalıdır quyruq. Qoyduq, bir 20 dəqiqə xaldenikdə qaldı. Keçən də qaynatdıq, ayaqlarını biraz qırdıq. Baxın, yumurta da qoymuşuq içinə. Yumurtasını görsün. Şabalıt. 2 dənə yumurta, şabalıt, alça. Yox. İndi mən bunu qoydum gözdən. Bunu bir dəfə ki kəsək burada.